Canlı yayım zamanı Baboşun yaşadığı maraqlı anlar izləyicilərin diqqətini çəkib. PK qarşılaşması zamanı uduzan tərəf kimi Baboşa verilən cəza sosial şəbəkələrdə gülüşlə qarşılanıb. Stolun üzərində etdiyi cəza anları yayım izləyicilər arasında maraq doğurub. Həmin görüntüləri təqdim edirik. Kızım küsmüsən məndən, çön görün bura. Bir çön də, nə olub? Üzrü çöndər də mənə. Ola sən 3 günə fırlanarsan ki bir kurgu. Çön də mənə çön, bax. Əlimi belə elə. Qurğuru yıxılacaq. Əla. Nasıl gəmzəli bax və yerində fırlan, davay. Fırlan da var, sən fırlan, əla. Ay yerində fırlan. Axşamınız xeyir qızlar, necəsiz, nə var, nə? Neyinisən o? Neyinir ola? Neyinisən ha kişi? Fırlan demişsən fırlanım da. Belə dedi. Belə fırlan da, neyinirsən, elə orada çırpınırsan orada. Stol çökür. Stol çökməyib, çöktürmüsən. Əlvi belə tut, fırlan. Fırlan şirinim, fırlan. İri oturacaq, onu gətir, onu da fırlan, o rahatdır. Fırlan, başıma dönərəm. Yavaş. Bu kim Saadət xəbərin oldu da, şotdan da yaman şey oldu. Sən fırlan ha kişi. Allah tala qabağa neyiniysən, yerində fırlan. Ay qaqa fikrin nədir, de kömək eləyək. Neynəməsə fikrin nədir, kömək eləyək sənə. Kişi sən oradan yıxılsan nə olacaq deyəsən ha? Bu neynir yolu? Ana qarçan ay baba. Neynir yol? Düzəldi ala, əli düzəldi. Orada çöküntü var da, eminlə boy orada ilişirsən. Düzəldi ala, əli düzəldi, bir o. Ora gedib, Max kömeyle ola.